Hər kəs salamlayıram. Dəyərli izləyicilər, Mübariz Emin TV kanalına xoş gəldiniz. Baxın, fərqli çəkilişlərlə sizlərin qarşısınızdayıq. Afrikadan Azərbaycana, yəni Azərbaycanda ilk dəfə bu cürlə dəvə quşu bir yerdə görürsünüz. Baxın, maşallah çoxdur. Yəni əlimdən gəldiyi qədər sizlər üçün məlumat toplayacağım. Yəni birinci qandır, belə deyim. Gördüyünüz o balacalara çox aldanmayın. Mən görmüşəm də bir-iki dənəsi. İnşallah özünüz gəlib real gözü ilə də görərsiniz. Çoxdandır çəkiliş eləyə bilmirik Adaşın yanında. İnşallah Adaşdan da əlimdən gəldiyi qədər məlumatlar alacağım. Buradan çoxlu çəkilişlərimiz olacaq. İnşallah videomu bəyənək, paylaşaq, daha çox insana getsin. İndi çalışdığım qədər sizlər üçün məlumat alacağım. Bu yumurtasını da göstərək buradan. Bunu bir yaxından göstərək. Dəvə quşunun yumurtasıdır. Qabığı dəhşət qalındır. İnşallah məlumat toplayaq biraz. Adaş, salam aleyküm. Adaş, salam, xoş gəlmişsən. Adaş, bunlar haqqında bizə bir... İzləyicilərimizi salamlayıram. Aleyküm salam. Adaş, sizin bilirsən ki, bugünkü gün artıq keçən ilin sonlarından Amerikan bronz Hind quşunun istehsalı ilə belə deyək də, yəni yumurtadan cücüyə qədər ana sürüsü ilə məşğulam. İnan ki, heç belə çox gərgin bir günlərimiz olur. Şükür Allah, hər işdə bir əziyyət var. Bu da Adaş, çox tələb olduğu üçün, çox bir əzab-əziyyətlə bunu gətirib ölkəmizə çıxartdım. Məqsəd odur ki, çox əla, böyüklər Adaş. Yox, bu tam orijinal. Bu hansı növdür bir izləyicilərimiz? Afrikadan gəlmə, afrikanski stralçıqdır da indi göstərir. Afrika dəvə quşusudur. Yəni bu, bundan belə deyək, iri, yəni bundan iri dəvə quşu yoxdur. Yəni bunlar anaçlardır. Hal-hazırda belə bugünkü yumurtadır. Burada olanlar fərqli oradan, bunlar ana sürüdürlər də belə deyək. Yox, ana sürü yox. Bunlar elə olmur ana sürü. Bunlarda deməli Adaş, bir xoruz bir fərədir, amma iki fərə bir xoruz etmək olar. Yəni iki fəriyə bir xoruz, bir ailə sayılır. Yəni bir xoruz bir fərə də olar. Bunlar da sürü halı ilə olmur. Bunu saxlayanda gələ ayrı-ayrı saxlayasan ki, döllənmə faizi də yaxşı olsun, yüksək olsun. Eyni zamanda inkişaf da hamısı yaxşı olsun. Hal-hazırda bu tərəfdə olanlar, bu bölmədə olanlar. Bu bölmədə olanlar, bunlar neçə yaşları var? 4 yaşındadır. Ümumiyyətcə bunlar 80 il yaşayır. 80 il? 80 il bunlar yaşayır. 80 il ömürləri var. Ömürləri var. 2 yaşında yumurtlamaya başlayırlar. Artıq dişlər 2 yaşında yumurtlamağa hazır olur. 2 yaş deməyək 1 il 8 ay, 7 ayında da yumurtlayan olubdur. Bir yarımı keçəndən sonra hazırlaşır. Baxımdan çox şey asılıdır. Əlbəttə, baxımdan əlbəttə. Baxım da burada, yəni buna istilik, hər hansısa bir temperatur lazım deyil. Bunlar mənfi, bu çombağı gətirin, bizə tərəf gələrlər. Bunlar mənfi 35. Bunlar üçün normal. İstəyən necə? Yəqin ki, Afrikadan istəyən də problemləri olmaz. Yox, heç bir problemi yoxdur. Bunlara qidasıdır da, yeməkdir, Adaş. Yemlərini də bir göstərərik. Yemlər bunlarda belə deyim. Məsələn, alıcılara bunu deyəcəm, nə versinlər. Təbii ki, yumurta üçün bir qrafiki var. Belə kökətmək üçün başqa qrafiki var. Və belə. Mən hal-hazırda bunlara elə öz damazlıq ana sürümün hündüşkanın yemindən verirəm. İndi inşallah bunlar üçün özəl belə deyək də yem hazırlatdıracağım. Maşallah olsun. Çox gözəl. Belə fərqli-fərqli heyvanları görmək üçün şad oluruq ki, belə gətirirsiniz. Həqiqətən də fərqli-fərqli belə heyvanlar gəlsin inşallah. Buradan da bildirək, Adaş. Bu, yəni yetərincə, yəni təsərrüfat adamıyıq da, işimiz çox olur. Bu ara biraz inqibatça sistemində biraz inqibatorlarda nasazlıq olduğuna görə həddindən artıq işimiz belə deyək də çox olur. Boş adamlar zəhv vurmasın, xahiş edirəm. Tabi da o bizlər kimi realda bunu saxlayan, bunu almağı, bunu saxlamağı düşünən belə deyək də, hər adam bunu baxa bilməz, hər adam bunun belə deyək. Bunu özünün öz
necə deyirlər, kütləsi var, adamı var. Ona görə xahiş edirəm ki, yəni real olmayan adamlar ümumiyyətlə zəh vurmasın. Yetərincə zənglərimiz var. Arzusunda olanlara qismət. Hə, amin. Yəni, çox gözəl heyvanlardır. Fərqli heyvanlardır da belə deyək də. Kim fərqli heyvan istəyirsə bir cüt və ya 2 cüt rahat saxlayar ki. Dediyim kimi bir xoruz, 2 fərə, belə deyim, bir xoruz 2 fərə. Bunlar bir ailə il ərzində neçə dənə yumurta verirlər? Adaş, bunlarda deməli həftəyə erkək dişi olanda, yəni bir cütdən danışırıq, dişi 3-4 yumurta verir. Həftə ərzində 3-4 yumurta rahat verir. Rahat verir. Biznes üçün çox ideal bir şeydir. Əlbəttə, ideal bir şeydir. Onun yumurtası elə bir də bu bəşər tarixdə, adaş, buradan mən izləyicilərə də deyim, indi bizdən burada böyüklər var. Onlardan üzr istəyirəm. Özümüzü professor kimi göstərməyək də. İndi biz onların yanında, o bilikli adamların yanında biz başardığımız qədər onlardan öyrənməliyik. Amma onlar dediyim o, belə deyəm. Bu bəşər tarixdə insan orqanizmində bunun yumurtasıdır. Bunun əti kimi xeyirli, belə deyək, xeyirli o quş ətlərinin və insan orqanizmində xeyirli olan, belə deyək, minerallardır, zülallardır. Bunun ətində çox zəngindir. Çox xeyirli bir şeydir bunun əti. Yumurtası da həmçinin. Adaş, bəlkə digərlərini də bir göstərək, baxaq. Gedək. İzləyicilərimiz də görsün. Adaş, buradaşlar neçə aylıqdırlar? Adaş, buradaşlar 10 aylıqdır. 10 aylıq. 10 aylıqdır. Bir aralarında gəzək bir baxaq bunlara. Burada qarı olanlar xoruzlardır da. Yəni o anaç o tərəfdədir. Anaç tərəfdə. Bunlarda hədə bunlar yetkinlik belə dönəminə çatanda rəhlər bunlarda dəyişilir. Hal-hazırda bunların da içində o yəni xoruz var. Var. Bəli, var. Diqqətli seçmək. Sadəcə yox, tünc biz bilirik, amma rəng görsüz oxşuyur. Amma bir müddət sonra adaş, deyəlim ki, bir 5 ay, 6 ay sonra artıq rəhlər başlayacaq dəyişmək. Necə ki, bax fikir ver, onun altından necə qara tüklər başlayır öz sözünü demək. O ortada açılır. Ha, bax göz fikir ver oradakı. O böyük olan deyəsən, o oradakılar. O düzdür. O dedi orta tam ortada. Aysa o. Məsələn, burada amma artıq belə deyək də, qara rənglər artıq xoruzlardır. Karışımlarda dikilərdir. Bunların dözümlülüyü necədir belə? O da dözümlülüyü xəstəliyə zada. Yox. Yəqin ki, tam məlumat aldınız. Tam məlumat deyəndə bunlarda xəstəlik belədir ki, ay adaş. Vaksinli bu belə deyək də tam bunlarda ümumiyyətlə mən sizə bir söz deyim. Buradan elə bir ki, o tamaşaçı dinləyicilərimizə də, izləyicilərimizə də mən bildirim. Bu arada like eləyib bəyənməyi və abunə olmağı da unutmasınlar, o abunə olmayanlar. Onlar da bir xahiş edirəm ki, buradan Adaşın səhifəsinə dəstək olaq. Deməli, Adaş, bunlar vaksinasiya proqramını keçmiş, tam hazır vəziyyətdə heyvanlardır. Bunlara heç nə gərək yoxdur. Müəyyən minerallardır, müəyyən vitaminlərdir. Toyuq düzgə necə verirsənsə, bunu da içməli suyuna qatıb onda vermək yaxşı olar. Qaldı ki, buradan mən bir şey deyim. Bu çox adam soruşur, cücə falan. Bu çox çətindir bunu düzəsin böyütmək. Çətin məsələdir onu düzəsin böyütmək. Yəni bunun bu belə deyək, o 1 günlük, 5 günlük düzələr ki yoxdur, o da yoxdur onsuz da. Amma onu belə adaş böyütmək çətindir. Bu quşun adaş ümumiyyətlə ən mənfi xüsusiyyəti belə deyək. Bunu məsələn saxlanılan yeri, şəraiti yox. Məsələn, açıq havada görürsən, gecə gündüz yağış, qar, fərqi yoxdur. Problem yoxdur. Amma yerdə, məsələn, şüşə qırığıdır, plastik nəsə bir tullantıdır, hər hansısa bir əski parçasıdır, bunları yeyirlər bunlar. Gələk təmiz olsun. Beton olmaz, yumurtanı qırır, çünki bunlar ayaq üstə yumurtlayır. Yumuşaq torpaq belə deyək. Torpaq olmalıdır, qum olmalı, torpaq olmalı. Burada məsələn belə necədir, amma belə deyək ki, o təmizlənməlidir da. Şüşə qırığıdır, yenə deyirəm, başqa o plastik məmulatlardır. Sizdən bunları əldə edənlərə də o məlumatları onlar heç, onlar olsa deyəm, mən buradan indi əldə olan və olmayan üçün də indi izləyici də baxır, bilsin də indi nə olar ki, bunu demək niyə? Lap yaxşı. Valla. Başqa izləyicilərimizə nə demək istəyirsən? Hamısına uzun ömür, can sağlığı hazırlayıram, adaş.
Allah Sənin bu hamısına kömək fərqli olsun. videolarımızı dan yana darxanlar da vardı. İnşallah fərqli videolar olacaq. Ha, Videonu inşallah. maksimum bəyənək, paylaşaq, daha çox insana getsin. Yəni bizə belə deyək də dəstəyinizi bu cürünə verə bilirsiniz. İnşallah növbəti videolarda görüşənədək.